Süni intellektin tarixi, bu ideya nə zaman yarandı və məqsəd nə idi? Birincisi onu deyim ki, bəşəriyyət həmişə süni intellektlə bağlı müəyyən fikirlər irəli sürüblər, fantaziyalar qurublar, müxtəlif fantastik əsərlər çap olunubdur. Mifoloji bu istiqamətdə uçan xalçalar, sehirli xalat və s. həmişə insanların arzusu olub ki, insanların intellektinin necə deyirlər, bir köməkçisi olsun. Necə ki, məsəl üçün qocalanda çəlik götürürlər, göz zəifləyəndə eynək tapıb istifadə edirlər. Yəni insanın özünün funksional xüsusiyyətlərini əvəzləyə biləcək nəyisə axtarır insan həmişə. Onlardan biri də insanların intellektinə kömək eləyə bilən nəyisə, hansısa bir qurğunumu, hansısa bir texnoloji vasitəni yaratmaqdan ibarətdir. Elə kompüter də bu istiqamətdə yaranıbdır. Elə süni intellektdən öncə kompüterlərin özləri vurmaq, bölmək, yadda saxlamaq, sonradan internet ortaya çıxandan sonra harasa göndərmək, informasiyanı saxlamaq, insanlara informasiya xidməti göstərmək. Bugünkü reallığı biz görürük ki, internet, kompüter hansı funksiyonu həyata keçirir. Növbəti addım insanlar həmişə istəyiblər ki, onların intellektinə xas olan xüsusiyyətlər var ki, düşünməkdir, qavramaqdır, seçməkdir, gələcəyə görməkdir, pisi yaxşıdan ayırmaqdır və s. kimi funksiyaları da nəsə, hansısa bir texnoloji innovasiya həyata keçirə bilsin. Ona görə də süni intellektlə bağlı qeyd etdiyim kimi həmişə arzu olub ki, nəsə, kimsə onu əvəz eləsin, ona kömək eləsin. Amma real olaraq ötən əsrin 40-cı illərində bir qrup alim insanın beyninin əsasını təşkil edən neyronun özünün o bioloji xüsusiyyətlərini öyrənərək onun bir süni modelini yaradıblar, əvəzləyicisini yaradıblar. O da riyaziyyata söykənir. Təbiidir ki, burada bioloqların, fiziklərin, riyaziyyatçıların dəstəyi ilə süni neyron yarandı. Yəni ilkin süni intellektin rüşeymi yarandı. Və o dövrdən başlayaraq, hələ o kompüterdən öncə o süni neyron ortaya çıxmışdı. Ondan sonra kompüterin ortaya çıxması, sonra ayrı-ayrı alimlərin bununla bağlı müəyyən fikirlər irəli sürməsi. Hətta mən xatırlayıram ki, 40-cı illərin sonlarında bizim tanıdığımız Lütfüzadə də bununla bağlı müəyyən fikirlər irəli sürmüşdür. Ona görə də bax bu sırada olan alimlərdən Turing adını çəkmək olar. Turingdə düşünən rəqəmsal maşınlar, elektron hesablayıcı maşınlar bununla bağlı müəyyən fikirlər irəli sürübdür. Sonra demək qeyd etdiyim kimi Zadənin bununla bağlı bir futuroloji gələcəyə doğru olan düşünən maşınlar, məntiqi, belə deyək ki, əməliyyatları həyata keçirən maşınlar demək düşünüblər. Amerikan alimi ilk dəfə 1956-cı ildə süni intellekt deyilən bu termini daxil elədi elmə və ondan sonra ardıcıl olaraq süni intellekt, yəni qeyd etdiyim insanın intellektinə xas olan xüsusiyyətləri tədricən öz üzərinə götürüb insanın iştirakı olmadan ilkin məlumatlara təmin etməklə bu və ya digər intellektual əməliyyatları həyata keçirməyə qadir olmağa başladı. Niyə o vaxtlar süni intellekt ideyaları tam reallaşdı? Bilmirdi. Çünki süni intellekt ideyaları belə idi ki, bu əsasən bizim bu günləri adlandırdığımız datalardır. O dataları toplamaq, yığmaq, yadda saxlamaq, çoxlu böyük, məsəl üçün bir informasiya resursu yaratmaq, onları emal edə biləcək kompüterlər yaratmaq. Bunlar hamısı o vaxtlara əl çatan deyildi. Çünki kompüterlərin özləri bilirsiniz ki, 50-ci illərin əvvəllərində, yəni 40-cı illərin sonlarında yaranan bir qurğular idi. Onların imkanları çox-çox zəif idi. Yəni insanın düşüncəsinə alternativ ola biləcək hansısa bir əməliyyatlar apara bilmirdilər. Ona görə də elmdə süni intellektin bir qış dövrü də deyirlər ki, orada inkişaf eləyə bilməyibdi. O ideyalar kağız üzərində qalıbdır. Nəzəri cəhətdən müəyyən qədər hansısa işlər olsa da, praktikada cəmiyyətdə geniş yayılmamışdır. Ona görə də zaman-zaman keçdikcə bir tərəfdən internetin meydana çıxması, bütün dünya üzrə bir virtual məkanın yaranması, müxtəlif tipli məlumatların orada həm saxlanması, həm daşınması, insanlara təqdim olunması, insanların özlərinin internetdə bir informasiya resurslarını daxil etməsi, onu zənginləşdirməsi, yəni bu kimi imkanlar üstəgəl də kompüter texnologiyanın özünün inkişaf etməsi, superkompüter texnologiyaların geniş yayılması, paralel də olaraq süni intellekti təşkil edən qeyri-səlis məntiq nəzəriyyəsinin inkişaf etməsi, ondan sonra maşın təlimi, dərin təlim, süni neyron şəbəkələrinin ortaya çıxması, bunun əsasında çox qabaqcıl belə metodların, alqoritmlərin yaradılması bir qrup alimlər tərəfindən yeri gəlmişkən onlardan bir qrupuna keçən il Nobel mükafatı verdilər. Süni intellektin o dayaqları var ki, o dayaqların özləri də yavaş-yavaş inkişaf etməyə başladı. Və nəhayət 21-ci əsrdə biz nəyin şahidi oluruq? Bir tərəfdən informasiya bolluğu, informasiyanın kütləvi şəkildə əldə olunması üçün texnoloji imkanların artması, infrastrukturun yaradılması, əşyaları interneti deyilən texnologiyaların daha da o təbiətə, cəmiyyətə nüfuz etməsi, çoxlu dataların insanların səhhətindən başlayaraq təbiətdən, cəmiyyətdən və s. o məlumatların toplanması, onların saxlanması üçün mühitin
bütün olması, eyni zamanda artıq superkompüterdən belə deyək, növbəti mərhələ kimi artıq paylanmış hesablamalar deyirlər ki, internetin üzərində müxtəlif vəhdət təşkil etməsi. Bütün bunlar hamısı gətirib ona çıxartdı ki, informasiya qıtlığı yox, hesablama imkanları məhdud deyil. Bugün üçün, təbii ki, gələcək üçün onlar müəyyən qədər inkişaf edəcəkdir. Kvant texnologiyaları əsasında kompüterlərin yaranması artıq reallıqdır. Demək istəyirəm ki, bu proses dayanmır. Bugünkü bizi təəccübləndirən süni intellekt hələ onun beşikdə olan çağa dövrüdür. Bu günləri biz təəccübləndirik ki, süni intellekt belə elədi. Bunlar hələlik belə dediyim o perspektivlər qarşısında bunlar onun belə o beşikdə olan çağa dövrünü yaşayır. İnformasiya ilə bağlı artıq terabaytlar, yox petabaytlar, egzabaytlar və s. sonu görsən informasiya dünyasının meydana çıxması. Hər informasiyanın içərisində də bizim sizlə artıq bizim beynimizin imkanlarından xaric olan, yəni imkanlarımız yoxdur ki, orada nə proseslər gedir, hansı münasibətləri var, gələcəklə bağlı proqnozlar artıq demək bu günləri onu biz hiss eləyirik ki, bu texnologiyaların belə sistemli şəkildə paralel inkişaf etməsi və süni intellektin inkişafı üçün zəruri olan ayrı-ayrı elementlərin bu şəkildə böyük imkanlara malik olması süni intellektin bilirsiniz ki, gələcəkdə bəzən qorxulu deyirlər, bəzən başqa cür deyirlər, imkanları yaranacaqdır. Beləliklə, süni intellektin tarixi ilə bağlı onu demək olar ki, keçən əsrin 40-cı illərin əvvəllərində o ilkin bioloji neyron, insan beyni neyronun əsasında riyazi, texniki, texnoloji bir neyron yaradıldı. İlk süni neyron bir dənə toxum. O toxum gətirib çıxardıldı. Bu günləri dərin təlimə, bu günləri böyük imkanlara, əlbəttə ki, bunun arxasında ciddi elmi nəzər əsaslar var, riyaziyyat var, ciddi riyaziyyat, kompüter elmləri var. Çünki burada dediyim kimi tək bir elmin nəticəsi deyil. Özü süni intellekt mahiyyətinə görə multidisiplinardır. Dediyim o dəqiq elmlərlə yanaşı burada bunun psixoloji aspekti var, neyrolingvistikası var, neyropsixologiyası var. Yəni demək istəyirəm ki, bütün bu elmlər bir vəhdət şəklində həmin o reallığı yaradıblar. Bu günləri cəmiyyəti həm sevindirir, həm də düşündürür. Bax, insanın özü canlıların ən alisidir. İnsan düşünə bilir, insanın yaxşı yaddaşı var, insan məntiq qurur, gələcəyi görür, yaxşını pisdən seçir, qiymətləndirir və s. O necə baş verir? Yəni insanın orqanlarına baxanda bütün fikrimiz onun beyninə yönəldirir ki, nəsə o beyindədir, düzdürmü? O beynin özü bir balaca məsələ üçün xəstələnəndə görürsən ki, özünü normal aparmırsan. Yəni demək istəyirəm ki, insanın beyni hələ sirdir, böyük sirdir. Orada nə baş verir? İnsan orada elə bir bilik ortaya qoyur ki, elə bir nəticəyə gəlir ki, hələ onun sirrini hələ tam açılmayıbdır. O da bir başqa sualdır ki, mən sizə izah edirəm ki, o beynin özünün ki, o neyronlar şəbəkəsi var, deyirlər ki, 80 milyard neyron var orada. O neyronlar arasında hansı münasibətlər yaradılıbdır? Hansı orada strukturu var? Hansı orada riyaziyyat var? Hansı orada biyologiya var? Hansı orada fizika var? Hansı orada nə bilim mən neyroproseslər gedir ki, insanlar müxtəlif olur. Sir o neyronlardadır. O neyronların özünün strukturu belə bir şey deyirlər, konnektivizm deyirlər. Onlar necə bir-birinə bağlıdır. Yəni bəzən görürsən ki, uşaqlar dünyaya gələndə deyirlər ki, hələ uşağın beyni ağ kağız kimidir. Hələ ora heç nə yazılmayıbdır. Get-gedə deyirlər ki, orada ləkələr meydana çıxır ki, artıq nəsə elə bir intellekt yaranır uşaqda. Dəqiq onun bir paralel olaraq demək istəyirəm ki, insanın beynində olan o çoxlu sayda milyardlar olan neyronların özlərinin arasındakı müxtəlif əlaqələr var. O əlaqələr özü hardasa intellektin dərinliyini müəyyənləşdirir. Yəni orada elə münasibətlər, elə əlaqələr, elə biokimyəvi, bioelektrik və s. proseslər gedir ki, insan artıq ətraf mühitdən aldığı biliklər gözlə, qulaqla, dadla, iylə, əl lamisi orqanları ilə ətraf mühitdən məlumatlar alır, öyrənir, yeni bilik istehsal eləyir və s. və ilərə. İnsanın özünü öyrəniblər vaxtı ilə və öyrənəndən sonra mərkəzi sinir sistemi necə işləyirsə, o məlumatlar gəlir, analiz olunur. Mərkəzi sinir sistemi ona hansısa komanda verir. Nə bilim mən istidə əli çək, nə bilim uçurumdur saxla və s. Dediyimiz o prosesin nəticəsi olaraq kibernetika elmi ortaya çıxdı. Kibernetika elmi o deməkdir ki, o mərkəzi sinir sistemini vaxtı ilə Norbert Wiener və Rosenblatt onlar bunu öyrəndilər insanın mərkəzi sinir sistemini. Onun əsasında kibernetika idarəetmə nəzəriyyəsini yaratdılar. Yəni obyekt necə idarə olunur, məlumatlar hardan götürülür, analiz olunur, qərar qəbul olunur, əks əlaqənin həmin prosesdə təqib kibernetika deməkdir. İndi eyni zamanda insanın özünün beynini hədəf götürdülər. O neyronu öyrəndilər, sinir sistemini yox, sinir sistemi kibernetikadır. Onu anladılar ki, nədirsə beyində bunun girişi var, həmin o məlumatlar toplanır, hardasa emal olunur, hansısa şərt daxilində hansısa nə bilim mən müəyyən
bilik istehsal olunur, qərar qəbul olunur. Bax, onu anladılar. Onu elə bil ki, onun fizikasını, onun biologiyasını, kimyasını başa düşdülər ki, o bir dənə toxum var, o neyron, o nə olan şeydir? O neyronun artıq sünisini, artıq onun riyaziyyatın da əsasında onun strukturunu, onun texnologiyasını yaratdılar ki, artıq insanın iştirakı etmədən həmin toxumlardan sistem yaratdılar, şəbəkə yaratdılar. O artıq daha da mürəkkəbləşdi. O artıq onun girişinə çoxlu datalar daxil etməklə insanın özü iştirak etmədən o süni intellekt əsasında qurulan məhsul, texnoloji hansısa bir yenilik o işi görür. O məsəl üçün datanı götürür. İnsan necə məsəl üçün öz-özünü öyrənirsə, o da datalara yığır, öyrənməyə başlayır. Bax, özünü öyrənməyə başlayır. Və yaxud da ki, artıq o dataların əsasında yaxşını pisdən seçir, ağı qaradan seçir, almanı armuddan seçir və yaxud da ki, hansısa prosesin əsasında qərar qəbul edir ki, bu alternativlə yox, bu alternativlə, bu yolla yox, bu yolla getmək lazımdır. Və yaxud da ki, toplanmış o dataların, retro data deyirlər, əvvəlki verilənləri toplayır, analiz edir ki, trend hansı tərəfədir, o trendi tapır. Ona görə də insanın ağlına mənsub olan hansı xüsusiyyətləri var? Biz anadan doğulandan öyrənirik. Hələ o genetik məlumatlar öz yerində, o da bizə bir atadan, anadan gələn, ötürülən bir genetik məlumatdır. Orada da müəyyən bilik var, orada da müəyyən qabiliyyət var, orada da müəyyən davranış var, orada da müəyyən informasiyalar çoxdur. Hələlik süni intellektin genetikası yoxdur. Amma onu da mən toxunacağım ki, o da gəlir yavaş-yavaş. Ona da mən toxunacağım ki, süni intellektin də artıq bir süni genetikası formalaşır. Artıq süni intellekt özü də yaratdığı, formalaşdırdığı o bilik var. Onu da artıq gələcək nəslə ötürəcəkdir. Özdəki insandan fərqli olaraq ata-ana vasitəsilə yox, o həmin o süni intellektin müəyyən təcrübədən topladığı biliyi sonsuz paylaya bilər. Yəni, o bioloji genetikada olduğu kimi, iki nəfərin yaratdığı varlıq kimi yox, sonu görsənməyən obyektlərə paylanıla bilər. Ona transfer learning deyirlər. Yəni, təlimlə aldığın biliyi hər yerə payla. Artıq süni intellektin genetikasını düşünməyə dəyər. Çünki süni intellektin qazandığı bilik, o xüsusiyyətlər, onun fərdi olan hansısa qabiliyyətləri, o özü də gələcək nəslə, gələcək nəslə yox, elə bugünkü nəslə sağa-sola paylaya bilər, istənilən yerə paylaya bilər. Ona görə də həmin o süni neyron məsələsi elə bir xüsusiyyətə malikdir ki, get-gedə öyrənir, get-gedə özünü müəyyən bir şəraitə uyğunlaşdırır və ona üzərinə qoyulan hansısa funksiyalara uyğun olaraq bu və ya digər funksiyanı həyata keçirir. Bəs o insandan üstün ola bilərmi? İnsanın intellekti çox genişdir, çox istiqamətlidir. İnsanın, belə deyək ki, o düşünmə prosesi özü bir sirdir. Oradan elə bir məsəl üçün bir bilik əldə edə bilərsən ki, onu süni intellekt müqayisə etmək olmaz. Amma biraz realist olmaq lazımdır. Süni intellekt belədir. Onu yaradan kimdirsə, konkret məsələləri qoyur ki, bu şəkili bu şəkildən ayır. Filankəsi tanı məsəl üçün. Təşkilata insanlar gəlmir. Müəyyən şəkilləri qoyursan ki, bu şəkillərdən başqa bu təşkilata heç kim buraxma. Demək, həmin şəkili yadda bir nümunə kimi saxlayır, gələn şəkilləri götürür, müqayisə edir, deyir ki, bu olar, bu olmaz. Və yaxud da ki, hansısa bir indi ChatGPT hansısa bir materialı verirlər. İxtiyarında bütün internet var, bütün böyük informasiya resursları var, böyük superkompüter qabiliyyəti var. Və son zamanlar meydana çıxan süni intellekt metodları var ki, onlarla təsis olunur. Bütün o dediyimiz böyük dil modelləri deyilir. Onun əsasında istənilən zəruri biliyi əldə edir. Konkret olaraq belə insandan üstün deyəndə birincisi yəqin insan ümumi şəkildə deyirsiniz. İndi bugünkü süni intellekt məhsulları var ki, əksər insan özündən ağıllıdır. Yəni onu qoyuram bir tərəfə. Amma bəşəriyyətin o inkişaf nöqteyi nəzərindən insan və intellekt belə deyək ki, tandeminə baxanda, bəli, insanın özünün belə bir xüsusiyyəti var ki, bu ümumi intellektə malikdir. Yəni o cəmiyyətdə həm onun genetikasından gələn qabiliyyəti var. İnsan da doğulduğu mühitdən, ailədən başlayaraq, sonra məktəb, sonra nə bilim mən cəmiyyət, sonra nə bilim televiziya, internet, ora-bura. Bu informasiya məkanı insanın özünün intellektini inkişaf etdirir. Yəni bugünkü intellektin belə deyilir, zəif süni intellektdir. Yəni dar çərçivəli konkret məsələləri həyata keçirən süni intellektdir. Məsəl üçün deyirsən ki, bax bu pişiyi tanı məsəl üçün, sabahları alabula pişik gəldi onu tanımır. Sabahları məsəl üçün deyirsən ki, bax bu heyvanlar təhlükəlidir. Məsəl üçün əl vurmaz səni ziyan vurar, tutar eləyər və s. İnsanda o prosesin özünü sadədən mürəkkəbə, induktiv bir təfəkkürü var. O sadədən ümumiyə doğru təşrihdə düşünür ki, əgər bax bu hansısa sort ilan adamı vurandırsa,
İnsan özünü düşünür ki ilana oxşar, ilana bənzər nə qədər canlı varsa qorxuludur. İnduktiv olaraq nəticə çıxardır ki, əgər bu gürzədirsə, bu qorxuludursa, onun yanında kobrası varsa, qorxuludursa, insan bir-iki faktın əsasında deyir ki, bu ilana bənzər nədirsə, o nə canlıdırsa, o təhlükəlidir. Görürsən, insanda bu qabiliyyət var. Bugünkü süni intellektdə onu ümumiləşdirmək qabiliyyəti yoxdur. Ona görə də süni intellekt kobradır, kobranı tanıyır, gürzədir, gürzəni tanıyır, suyudan, suyulanı tanıyır. Əgər başqa bir onlardan kənar hansısa bir ilana bənzər koramalı gəlsə, onu da tanıyan deyil. Süni intellekt tanıyan deyil. Bu nədir? O tanıdığını tanıyır. Ondan kənarı deyir ki, bu mənlik deyil. Amma insan hətta koramaldan qorxur. Çünki o elə onun bir tayıdır. Fikrim çatır da. Ona görə də insanda ümumiyyətlə belə də dediyim kimi cəmiyyətdən, qeyri-formal mənbələrdən, küçədən, bacadan, məktəbdən, valideyndən, genetikasından, internetdən, televiziyadan, kitabdan, dəftərdən çoxlu məlumatlar yığır. İnsanın beynində də dediyimiz kimi 80 milyard qədər neyron var. Bir dənə deyil, iki dənə deyil, 1000 dənə deyil, 5000 deyil, milyon deyil. İndi onlar Allah bilir necə birləşibdir. Necə onlar hansı əlaqədədir ki, o ümumiləşdirə bilir. O həyata başqa gözlə baxa bilir. Bioloji olaraq insanın özünün ki o neyronları var. O neyronların özləri dediyim kimi bir-birinə müxtəlif əlaqə yaradır. Müxtəlif orada indi müəyyən elementlər var, onlar müxtəlif ola bilir və nəticə olaraq insanlar bilik ortaya qoyurlar. Hələlik süni intellektdə o yoxdur, amma bu istiqamətdə araşdırmalar gedir. Yəni süni intellekt özü ona verilən hansısa bir konkret tapşırıqları öyrənməklə bərabər, amma süni intellektin özü başqa məlumatlardan istifadə eləyib, biraz insana bənzər, belə deyək ki, ümumiləşdirilmələr aparsın. Yəni, oxşarlıqlar tapsın, oxşar situasiyalar tapsın, ona uyğunlaşsın, ona bərabər insan kimi özünü aparsın. Bəli, bu istiqamətdə də araşdırmalar gedir və sizin sualınız ondan ibarətdir ki, insanı ötə bilər. Bəli, ötə bilər. Nəyə görə ötə bilər? Çünki insanın intellektinin özünün reallaşdığı mühit hansıdır? İnsanın bədənidir, insanın orqanıdır, qanıdır, canıdır və s. Nə qədər yaşayır insan? Məlum yaş qədər də, aydındır da. Bu bioloji varlıqdır, bu bioloji köhnəlir, qocalır, qutarıb gedir. Bunun özünün imkanları məhduddur. İnsan hansı temperatur diapazonunda yaşayır? Müəyyən temperaturda yaşayır, onun artıq yaşaya bilmir ki. Düzdürmü? İnsan suyun altına düşüb orada havasız yaşaya bilər, göyə qalxa bilər. Süni intellektin sən gör nə qədər imkanları var ki, harda desən yaşaya bilər. Və onun ömrünü sən proqnoz edə bilərsən ki, nə qədər yaşayacaq? Yox. Demək, beləliklə onun özü, o intellektin, süni intellektin özünün platforması insanın təfəkkürünü, insanın intellektinin platformasının tamamilə fərqli şeydir. İnsan biologiyadır. İnsan dediyimiz kimi ətdir, candır, qandır və s. belə şeylərdir. O isə təbii materiallardan yaranmış hansısa nə bilim elektronika qurğulardır və s. və ilə axıra. Hələlik mən bunun formal tərəfini görürəm ki, o bundan üstündür. Düzdürmü? O ki qaldı, siz mənə sual verirsiniz ki, intellektual cəhətdən insan ötə bilər. Bu süni intellekt get-gedə sürətlə inkişaf eləyir. Əldə çatmayan informasiya yoxdur. Bir insan nə qədər yaddaşı var ki, məlumat saxlaya bilər. Amma bugünkü süni intellektin sərəncamı da bütün dünyanın internetidir. Bütün dünya hopur həmin internet aləmə. İndi həmin o süni intellektin özünün informasiya bazasına bax, insanın özünün informasiya bazasına bax, bütün günü televizora baxsan da ki, onun damlası da deyil. Düzdürmü? Ona görə belə insan və intellekti yan-yana qoyaq, pürüs-münüslüyək görə insan harda üstündür. Hələlik bu günləri insanın özünün təbii intellektinin imkanları addım-addım insanın o təbii intellekti, süni intellekti uduzmağa doğru gedir. Düzdür, süni intellekti də təbii intellekt yaradır. O özü havadan yaranmayıbdır. Onun arxasında elm dayanır, texnologiyadan, yenilik dayanır. Elə bil ki, insan geniş şüşədən buraxır. Yəni, insan özü yaradır. Sonra onun ötəsindən gələ bilmir. Bunun da arxasına qeyd etdiyim kimi, bugünkü superkompüter yox, gələcəkdə olan superkompüter bir. Bugünkü internet yox, daha da ağıllı internet, daha da keyfiyyətli data, daha da əl çatan data, dünyanın hər yerindən, mikro aləmdən, makro aləmdən, bütün hər növ, elə bir ki, bir kainat yaranır, informasiya kainatı. O da onun üçün əl çatandır. Üstə də gəl, bu elmi nəzəri yeni orada modellər, yeni imkanlar, yeni nə bilim mən, insana xas olan xüsusi o modellər və s. və s. Onların hamısını tətbiq eləyəndən sonra həm də bu qocalmırsa, dediyim kimi bunun platforması tamam başqadırsa, nəyə gəlib çıxır? Bu artıq insana müəyyən köməkçi yox, insan ona köməkçi olacaqdır. Məsəl üçün, evdə deyirdilər ki, həmin o süni intellekti əsaslanan robotlar insana kömək eləyəcək, sən ona buyurarsan, ged onu elə, bunu elə. Zaman keçəcək, o səni buyuracaq ki, yox, sənin səhhətin heç xoşuma gəlmir, səndə filan xəstəlik var, ged özü müalicə etdir. Artıq o sənin doktorun olacaq, həkimin olacaqdır. O nə bilim mən sənin misal üçün hərəkətləri ilə bağlı, yox, sən istirahət eləməlisən, yox, sən belə eləməlisən. Sənin elə bir ki, dominant, aparıcı rola çevriləcək süni intellekt.
Elə bu moment özü artıq o super intellektin yaranmasının necə deyirlər, keçid nöqtəsini müəyyənləşdirir. Birincisi, onu da mən demək istəyirəm ki, o beynin sirrini öyrənməsi istiqamətində artıq dünyada müəyyən layihələr var. Rəqəmsal beyin layihələri var ki, dünyanın aparıcı ölkələrə milyardlarla, trilyonlarla pul xərcləyirlər ki, o beynin özünün bayaqları dediyim bir neyronun sirrini yox, bütün beynin sirrini, kompleks fəaliyyətini, davranışlarını və s. öyrənirlər. Bir tərəfdən həmin o beyindən alınan biliyi dediyim kimi super intellektin inkişafına sərf eləyir. Süni intellektin özünün inkişafına sərf eləyir. Digər tərəfdən də onun başqa istiqaməti, əgər beyni öyrənirlərsə, beyində hansısa problemlər varsa, onları elə bil ki, təmir etmək, onları müalicə etmək. Mən bir dəfə Avropada onların forumunda iştirak elədim. Məsəl üçün deyirlər ki, beyində bax müəyyən bir nöqtə var ki, onun ya zədə olubdur, ya genetikdir, hansısa orada problem varsa, əgər onun biz yerinə hansısa bir balaca çip qoysaq, mikrosxem qoysaq, bərpa olunur. Fikrim çatır da. O qüsur olanlar da danışa bilir, eşitmə qabiliyyəti olmayanlar da eşidə bilir, görmə qabiliyyətini itirənlər də onu bərpa etmiş olur. Nə bilim mən, hansısa məsəl üçün bir xüsusi bir qabiliyyətləri varsa insanın özünün, onların özlərinin bəzi inkişaf etdirmək olur. Bəlkə zəifsə biraz da gücləndirək, bəlkə yaddaşı azsa biraz da gücləndirək. Siz görürsünüz, internetdən də şahid olursunuz ki, artıq bu istiqamətdə işlər gedir. Ona görə də insan beynini öyrənməklə, ümumiyyətlə tibb üçün, səhiyyə üçün, insanların sağlamlığı üçün cəmiyyətdə yeni bir belə deyək ki, inqilab baş verir. Digər tərəfdən isə oradakı olan o bilik var, o sir var, o bilik fabrik var, onun sexi nədir, onun nə bilim mən necə qurulur, onun layihəsi nədir? Onu öyrənəndən sonra süni intellekt bugünkü süni intellekt olan deyil. O artıq elə bir imkanlara malik olacaqdır ki, bu biraz belə deyək ki, ağla sığmaz, belə deyək ki, belə fantastik müəyyən perspektivlər göz qabağına gəlir. Bəşəriyyət bu şəkildə olan deyil. Onsuz da gözümüzün qabağında görürük ki, onsuz da bəşəriyyətdən bizə miras qalmış hansısa dəyərlər var, ailə dəyərləri var, milli dəyərlər var. Artıq bu reallıqlar kontekstində görürsən ki, ziddiyyət təşkil edir. Sanki uyğun gəlmir. İnsanlar artıq o transformasiya, dəyişmə prosesləri hər şeyi nüfuz eləyir. Vaxtı ilə müəyyən çərçivə daxilində müəyyən kitablar, bunu oxuyursan, bundan nə bilim mən orta məktəb bitirirsən, bu kitablarla, konkret kitablarla sən ali məktəb tutursan, ondan sonra qayıdıb gəlirsən, gedib işləyirsən. İndi bu dəqiqə internet sonsuz dünyada istənilən məlumatlar, istənilən biliyi əldə edir, istənilən xalqdan, istənilən cəmiyyətdən, istənilən məlumatı alırsan, artıq bugünkü vətəndaş bir 30-40-50 il bundan qabaqki vətəndaş deyil, insan deyil. Get-gedə sizin dediyiniz kimi transformasiya olur yeni bir reallığa. O reallıq hələ müəyyən bir qərarlaşmış vəziyyətdədir, amma o proses göz qabağındadır. Dövlətlərdir, dövlətlər arası münasibətlərdir, müharibələrdir, insanların ailə qurmasıdır və s. və ilə axırı artıq o dediyimiz sərhədlər aradan qaldırılır. Bəs Rasim müəllim, süni intellekt insanın düşünmə qabiliyyətini əlindən alacaq? Yox, hələlik insan özü töhfə verir bütün proseslərə. İnsan ali varlıqdır, insanın zəkası var. Gördüyümüz nə qədər reallıqlar varsa, dediyim kimi, hansı kənar qüvvə gətirməyibdir, onu insan yaradıbdır. İnsanın əgər insaniyyətin tarixinə baxsan, hansı yollardan gəlibdir bugünkü vəziyyətə, nə qədər çətinliklər keçibdir, addım-addım onu kəşf eləyib, bunu kəşf eləyib, ondan əziyyət çəkib, bundan əziyyət çəkib, öz şəxsi təcrübəsində o problemləri həll edə gəlib çıxıb bu vəziyyətə. Hələlik insan töhfə verir. O dediyim kimi, süni intellektin gələcəyi də insandan asılıdır. Bütün bu proseslər hamısı insanla bağlıdır. İndi onlar hansısa məqamda üz-üzə gələcəklər. Super intellekt daşıyıcıları ilə, super intellektə əsaslanan varlıqlarla bu insan varlıqları arasında müəyyən qədər münasibətlərin toqquşması görsənir. Bəs hansı peşələri məhv eləyəcək? O əmək bazarının özü elə bir ki, təbəqələşmişdir. Elə bilirsən ki, ən aşağı səviyyə fəhlələrdir filanlar. Ondan sonra gəlir müəyyən mütəxəssislər. Ondan sonra gəlir, nə bilim mən, ən yaxşı mütəxəssislər, ekspertlər. Ondan sonra da gəlir dahilər. Fikrim çatır da. Ona görə də süni intellekt hardan başlamalıdır? Ən aşağıdan. Ona görə də bu günləri süni intellektin qarşısında o data ilə işləyənlər, gündəlik olaraq məsələn adi bir əməlləri həyata keçirənlər, böyük intellekt tələb olunmayan işlər, nə bilim mən dediyim kimi də indi adlarını çəkib hansısa peşəni aşağılamaq istəmirəm, təxminən istəyirsiniz nəyə nəzərdə tuturam ki, o aşağı olan təbəqədə olan data bu günləri süni intellektin bir nömrəli qarşısında duran vəzifədir. O getməlidir. Onun yerinə süni intellekt gələcəkdir. Ondan sonra informasiyanı işləyənlər, ondan sonra gələcək biliklə işləyənlər, ondan sonra dediyim kimi o ən müdrik, ən belə dərin keyfiyyətli bilikləri əldə edən süni intellekt kimlərdən üstündə olacaqdır? Data ilə məşğul olanların üstün olacaqdır. Növbəti addımda informasiyanı işləyənlərdən üstün olacaqdır. Növbəti addımda biliklərlə işləyənlərdən üstün olacaqdır. İzahatı bundan ibarətdir. Məlum olur ki, onun müsbət mənfi tərəfləri var.
Təbiidir ki, bu cəmiyyət üçün tamamilə yeni reallıqdır. Bunun insan sağlamlığı ilə bağlı, cəmiyyətdə gedən proseslərdir. Nə bilim, müxtəlif məsələlərdə süni intellektin əvəz edilməz rolu var. Dəyərlərin yaradılması, iqtisadiyyatın inkişafı, dövlətlərin daha da inkişaf etdirilməsi və s. və s. Bunun imkanları çox genişdir. Özü bütün sahələrdə, bütün istiqamətlərdə. Amma onun riski, biri var o dediyim bəşəri nöqteyi nəzərdən risklər var ki, indi nə bilim, bir yüksək ağıllı süni intellekt yaranacaq, insanlara ümumiyyətlə bəşəriyyətə ziyan vuracaq. Bu təbii prosesdir. Bunun qarşısı alınmazdır. Amma elə şeylər var ki, insanlar özləri, məsəl üçün kimisə şəxsi həyatına müdaxilə etmək, kimisə hansısa informasiya sistemini sıradan çıxartmaq. Bu günlərə ağıllı kiber təhlükələr var. Ağıllı kiber təhlükələr vurur, dağıdır, nə bilim, bankı dağıdır, maliyyəni dağıdır, nə bilim, dövlətlərə müəyyən təhlükələr yaradır. Ona qarşı da artıq insan özü ona qarşı müəyyən tədbirlər görmək qabiliyyəti var. Mütəxəssislər hazırlayır. Süni intellekt öz başına buraxılmır. Yəni süni intellektin özünün də yaratdığı o təhlükələr var ki, o süni intellektin özündən istifadə edib elə onun özünü də ağıllaşdırırsan ki, o birisi tərəf əgər süni intellekt istifadə sənə hücum eləyirsə, nəyisə dağıdırsa, sən də ondan istifadə eləyib sən öz o qılınc qalxan kimi də onun qılıncı itilsə, sənin qalxanın daha da güclü olmalıdır, daha da o qılınca dözümlü olmalıdır. Ona görə də o həmin o tandemdə olduğu kimi süni intellektin özünün yaratdığı o təhlükələr filanlar hamısı mütəxəssis tərəfindən öyrənilir. Ona qarşı da elə süni intellektin özündən istifadə edib daha da güclü mexanizmlər işləyirlər ki, cəmiyyət, dövlət, bütün insanların həyatı dözümlü olsun, yaxşı olsun. İnsan çalışır ki, süni intellekt daha da inkişaf eləsin, daha da böyük imkanlara malik olsun və bəşəriyyət ondan faydalansın. Bəşəriyyətin özünün inkişafı üçün, yeni dəyərlərin yaradılması üçün, insanların özünün mexaniki o bayaqları dediyim əmək bazarındakı o qara işlər var, o qara işləri aradan qaldırmaq. İnsan daş daşımaq üçün deyil, insan qapı, darvaza açmaq üçün deyil. İnsan nə bilim mən hansısa adi işləri həyata keçirmək üçün, insan ali varlıqdır. İnsanın beyni daha yüksək şeylərə, daha yüksək belə deyək ki, materiallara xidmət eləməlidir, yaratmalıdır, qurmalıdır, cəmiyyəti inkişaf etdirməlidir. İnsanın missiyası bundan ibarətdir. Ona görə də qorxulu bir şey yoxdur burada və gələcəkdə də artıq cəmiyyətimiz, insan cəmiyyətimiz buna deyirlər sosio-texnoloji cəmiyyətə çevriləcəkdir. Yəni evdə ailə üzvlərinin bir hissəsi süni intellekt əsasında olacaqdır. Görəsən ailə üzvlərində bioloji varlıq kimi oğlundur, uşağındır və s. Bunlar hamısı demək adi təbii intellekt daşıyıcılardır. Başqa bir hissəsi süni intellektində ona kobotlar deyirlər. Yəni evdə sənə xidmət edən təxminən ailə üzvləri kimi sənə nə bilim mən tibb bacılıq eləyən, sənə yemək bişirən, yemək gətirən, qapını açan, onu açan sənin evdə üzvlərin olacaqdır və bir də onların ortasında var ki, bəzi hissələri demək süni intellektin olacaqdır. Bunun görməsi, qulağı, eşitməsi, o birisi, bu birisi. Görəsən ki, həm insandır, həm də ki süni intellekt daşıyıcısıdır.